Mesut Pezeşkiyanın prezidentlikdən istefa verməsinin şayəsi birinci dəfədə ki, indi dillərə düşür. Bu keçmiş 2 ildə 6 dəfə Pezeşkiyanın istefası dillərə düşübdü. O babətdən ki, məclis bir qanun keçirmişdi hicab məsələsində. Mesut Pezeşkiyan dedi ki, mən bu qanunu icra eləyə bilmərəm, icra eləmirəm. Orada şayə oldu ki, gedibdi qabaqçı rəhbərlə danışıb və deyib ki, əgər siz istəyirsiniz bu qanunu hicabı icra eləyəsiniz, mən eləyə bilmərəm, mən istefa verirəm. Ki, əlbəttə o zamanda yenə o təksib olundu, qəbul olunmadı. Sonralar da əlbəttə danışıqlarda, müxtəlif cənbələrdə Pezeşkiyan müxalifləri bunun istefasını araya gətiriblər. Pezeşkiyan özü və onun dəftəri və onun oğlu məxsusən dəfələrcə deyibdi ki, Pezeşkiyan meydandan qaçan deyil. O gəlibdi bu meydana millətə xidmət eləmək üçün və o adamlar ki, istəyirlər onu istefaya vadar eləsinlər, müvəffəq olmayacaqlar. O gəlib xidmət eləməyə və istəyir ki, işin görsün. Hər halda bu şayələri və bu yalan xəbərləri yayanlar əsasən o ifratçı cinahdılar ki, Cəlilinin tərəfdarı idilər seçkilərdə, Səid Cəlili və ona səs verdilər. Mesut Pezeşkiyan'a müxalif edilər. Onlar ki, Mesut Pezeşkiyan Azərbaycanlıların ümumi səs verməsi ilə prezident seçildi. Mesut o Səid Cəlilinin tərəfdarları ondan müxalifətə başladılar. Onun kənarında İranda bir ifratçı partiya var, Cibhə-i Payidari İslamı adında. Bu Cibhə-i Payidari İslamı etiqadları vardı ki, biz gərək İmam Zamanın zuhur eləməsin qabağa salaq. Və o əsasda deyirlər ki, heç günə biz gərək küffarla müzakirə eləməyək, danışmayaq və heç bir qərara gəlməyək. Biz gərək cəhad eləyək ta İmam Zaman tez zuhur eləsin. Cibhə-i Payidari belə bir partiyadır və keçmişdə də bunları Əli Xamneyi qabaqçı rəhbər himayət eləyirdi. Ondan ötürü ki, bunlar islahatçılarla şədid döyüşürdülər, müxalif edilər və Əli Xamneyi də istəmirdi islahatçılar hakimiyyətə gəlsinlər. Ona görə bunlara meydan verirdi, bunlardan himayət eləyirdi. İndi bunlar bir qüvvəyə çevriliblər və çox təhlükəsiz təşkilatlarında, sipahın içində və bəsicdə hər yerdə bunların əlləri vardı və hökumətlə, dövlətlə müxalifət göstərirlər. Yəni, bu şayənin şiddət tapması nişan verir ki, ixtilaf hakimiyyətin içində çox ciddidir və o adamlar ki, istəyirlər müzakirə yolundan sülh bərqərar olsun, istəyirlər onları meydandan çıxartsınlar. O adamlar, tanınmış adamlar ki, istəyirlər müzakirə ilə İranla Amerikalıların məsələsini həll eləsinlər, onların başında Mesut Pezeşkiyan birincidir, Məhəmməd Baqir Qalibov məclisin sədri ikincidir, Abbas Əraqçı Xarici İşlər Naziri də üçüncüdür. Bunlardılar ki, gecələr ki, meydanlara yığışırlar və cəngi himayət eləyirlər və sülhlə müxalifət eləyirlər. Onlar Pezeşkiyana yaman deyirlər, Əraqçıya daş atdılar, bir o Xamneyinin tabutunu dolandıranda Əraqçı da orada var idi, ona daş atdılar ki, dəydi bir maşının şüşəsinə. Ondan sonra bu Məhəmməd Baqir Qalibovu Kodatiyə müttəhəm eləyirlər. Bu şayələrlə, bu fişarla istəyirlər o adamları ki, Amerika ilə danışıq yolundan istəyirlər
məsələlər həll eləsinlər, meydandan çıxasınlar və ifratçı adamlar qüdrət alsınlar. Və bu ifratçı adamların içində bir sırası olardılar ki, bu təhrimlərdən, bu İranın dünya ilə münasibəti olmamışdan, qara bazardan faydalanırlar, istifadə edirlər. İkincisi olardılar ki, millət tərəfindən seçilməyiblər və gəliblər iş başına. Əgər vəziyyət dəyişilsə, onlara dahi meydan verilməyəcək, mövqeyiyyətlərini əldən verəcəklər. Üçüncüsü də bir iddədilər ki, təvəhhümləri vardı, fikir eləyirlər, bəlkə doğrudan elə küfrlə cəng eləsələr, İmam Zaman Böyük Sabah zuhur eləyəcəkdi və İran dünyanı müsəlman və şiə eləyəcəkdi. Bu da bir məsələdir ki, در واقع ixtilafat ki hökumətin içində vardı, bu üç cinahın tərəfindən təqviyyət olunur.